Öncə bizdə gəncləşməni necə görürdülər? Yalnız səthi. Krem vurdum, xiyar qabığı sürtdüm və bu gün yanıma pasiyent gəldikdə istəyirəm ki, hüceyrə səviyyəsindən başlayım. Nigar xanım, sizcə yaşlanma genetik məsələdir, yoxsa həyat tərzidir? Bəzən olur xanımlar yaxınlaşırlar artıq 60 yaş, hətta üzəri deyirlər ki, məni eləginən ki 30 yaş kimi görsənim. 15 il bundan öncə yalnız insanların gözəlliyi nədən etibar edir? İnsanlar sevirdilər ki, duruq baxış olsun, üz donuq olsun. Amma bugünkü gün artıq hamı istəyir təbii qocalsın. Qocalsa belə təbii qocalsın. Gözəllik standartları dəyişir. Bəli, insana həyat bir dəfə verilir və məncə o sırf o yaşlanmanı gözləməyə ehtiyac yoxdur. Zamanında gənc qal ki, həmişə gümrah olasan, xoşbəxt olasan. Hansı termini soruşamsa həyat tərzimizə gəlib çıxır. Mütləq. Həyat tərzimizi dəyişməliyik. Pasiyent gəlir, bir prosedur eləyir, üstündən bir 5 gün keçir, mənə yığır, deyir ki, bəs dəyişməmişəm axı. Deyirəm, siz nə kimi dəyişiklik gözləyirdiniz? Deyir, üzüm dəyişməyib. Deyirəm, mən olsa sizin üzünüzün dəyişməyinə bir şey eləməmişəm. Mən sadəcə olaraq sizin dərinizin sağlamlığını qoruyub saxlamağa çalışmışam. O da elə hallar az olmur.